Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri, bəli, imamətin və nübüvvətin tam mərkəzində olan bir xanım, xanım Zəhra Salamullahi Aleyhanın şəhadət günlərinə təsadüf edən növbəti verilişimizdəyik. Bəli, bu verilişimizi sırf xanım Zəhra Salamullahi Aleyhanın fəzilətlərindən danışmaq istəyirik. Xanım Zəhra Salamullahi Aleyhanın həyatını toxunuş etmək istəyirik. Verilişimizin qonağı isə İslam maarifçisi Kəmalə xanım Mahmudovadır. Xoş gəlmisiniz Kəmalə xanım. Çox sağ olun. Kəmalə xanım, öncə vurğuladıq ki, biz bu verilişdə sırf xanım Zəhra Salamullahi Aleyhanın şəhadət günlərinə təsadüf etdiyinə görə məhz elə xanım Zəhra Salamullahi Aleyhanın məhz fəzilətlərindən bir qədər də olsa verilişinin əlbəttə ki, çərçivəsi daxilində danışardıq. Buyurun, siz eşidirik. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, həmd olsun o Rəbbimizə ki, bizə əxlaqımızı gözəlləşdirmək üçün, kamilliyə çatdırmaq üçün, gözəlliyi bizə göstərmək üçün Muhammed Müstəfanı bizə Peyğəmbər olaraq göndərdi. Allahın salamı olsun Peyğəmbərə. Həmd olsun Allaha ki, bizə rəhbər çıraq olaraq Peyğəmbər Salavatıllahın əhl-i beytini göndərdi. Həmd olsun Allaha ki, xanımlar üçün bir örnək olan Fatimə-i Zəhranı bir nümunə kimi göndərdi. Allahın salamı olsun Muhammed Müstəfaya və onun pak əhl-i beytinə. Bu günlər ağır günlərdir və bu günlər xanım Fatimə-i Zəhranın şəhadəti ilə bağlı onu sevərlərə, onu aşiqlərə, bütün Zəhra sevgisini qəlbində daşıyan hər bir mömin və möminəyə başsağlığı, təsliyyət ərz edirəm. Xanım Fatimə Zəhra haqqında danışmaq hər zaman çətindir. Ümumiyyətlə ona yaxınlaşmaq çətindir. Müəyyən məqamlarda, müəyyən mənalarda toxunmaq olar. Böyük alimlər, ustadlar belə ondan danışmağa çətinlik çəkirlər. İndi gör biz necə olarıq. Xanım Fatimə Zəhraya yaxınlaşmaq üçün Peyğəmbərin baxışından, Peyğəmbər tərəfindən, onun görüşü ilə, onun sözləri ilə xanıma yaxınlaşmaq olar. Peyğəmbər, Allahın salamı olsun ona, qızı Fatimə Zəhra haqqında bir çox hədislər söyləmişdir ki, bugünkü günümüzə nəql olmuşdur. Fatimə Zəhranı Quranla da təhlil eləmək olar. Quranda xanım Fatimə Zəhranın şəninə Kəvsər surəsi də gəlibdir. Və bu Kəvsər surəsi ilə bağlı Peyğəmbər Salavatullah Pərverdigarə göz aydınlığı verir ki, onun qəmli günündə, onun narahat anında, narahat vaxtında səni Kövsərlə müjdələdim, get, qurban kəs. Və o Kövsər ki, xanım Fatimə Zəhra oldu. Xanım Fatimə Zəhranın dünyaya gəlişi barədə bir çox rəvayətlər var. Amma ilk öncə onun yaradılışı barədə istərdik məlumat verək ki, müəyyən qədər onun yaradılışı barədə bir çox hədislər vardır ki, hələ aləm yaradılmamış, məlakutu aləm belə yaradılmamış. Allah Taala ona nurunu necə yaratdı, ümumiyyətlə aləmdə. İlk olaraq hədislər var ki, Həzrət Məhəmməd Rəsullahdan Pərverdigarımız Həzrət Məhəmməd Peyğəmbərin nurunu yaratdı və Həzrət Əlinin nurunu yaratdı. Peyğəmbərin nurunu Pərverdigarımız böldü, o nurdan sama və yeri yaratdı, göyləri və yeri yaratdı. Həzrət Əli əleyhissalamın nurunu böldü və o nurdan ərş-i kürsünü xəlq etdi Pərverdigarımız. Sonra Həsən əleyhissalamın nurunu böldü Pərverdigarımız, o nurdan lövh-ü qələmi yaratdı. Sonra Hüseyin əleyhissalamın nurunu böldü, o nurdan cənnət aləmini yaratdı. Sonra mələklər Allaha şikayət elədi. Nədən? Ki, aləm deməli qaranlığa qərq olur. Gün doğandan gün batana qədər hər tərəf qaranlıq içindədir. Mələklər şikayət eləyir Allaha ki, biz hər yer qaranlıqdır, görə bilmirik. Pərverdigara o zaman
Fatimə Zəhranın nurunu bölür, yaratdığı nuru bölür və o nurdan səmalara, aləmlərə göndərir. Yerə göndərir və hər yer gün doğandan gün batana qədər hər bir yer xanım Fatimə Zəhranın nuru ilə işıqlanır. Yəni, bu hədisdən çox böyük mənalar əldə olunur ki, xanım Fatimə Zəhra hələ dünyaya gəlməmişdən, hələ Adəm Peyğəmbər özü belə yaranmamışdan dünya aləmin işıqlandıran məhz Fatimə Zəhranın nuru olubdur ki, belə nəticə əldə olunur ki, xanım Fatimə Zəhra Peyğəmbər qızı olduğu üçün məqama çatmır. O məhz Fatimə olduğu üçün yüksək məqamlara çatıbdır. Xanım Fatimə Zəhranın yaradılışı barədə bu kimi hədislər çox saydadır. Müxtəlif səbkilərdə çox sayda belə hədislər vardır. Xanım Fatimə Zəhra barədə Həzrət Məhəmməd Peyğəmbərin özünün deməli, həyatda ondan sevgisi ilə bağlı, ata-bala qarşılıqlı məhəbbəti ilə bağlı, o məhəbbətdən dolayı bir çox hədislər var, nəql olunub. Və bu hədislərdə eyni zamanda təkcə ata sevgisi kimi yox, bir Allahın bəndəsi kimi, xanım Fatimə Zəhra Allahın bir kənizi kimi və gələcək əimmələrin anası kimi xanım Fatimə Zəhraya dəyər veribdir, qiymətləndiribdir və bu barədə məlumatlar çatıbdır. Hələ uşaqkən xanım Fatimə Zəhra ilə Həzrət Məhəmməd Peyğəmbərin arasında çox böyük sevgi, məhəbbət vardı. Və xanım Fatimə Zəhranın Həzrət Məhəmməd Peyğəmbərlə bağlı olan həyatında onun uşaq yaşlarında olan hadisələr az saydadır. Müəyyən məqamlarda toxunulur. Məkkə şəhərində xanım Fatimə Zəhra ki, körpəlikdən anası xanım Xədicəni itirir və atasının ümidinə qalır və atası sevgisini atasına bağlar. Və Həzrət Məhəmməd Peyğəmbər peyğəmbərliyə seçilərkən ki, ona müşriklər tərəfindən zülm gəlir, həmin hadisələrdə xanım Fatimə Zəhra həmişə atasına təskinlik verərdi. Buna görə də xanıma atasının anası deyərdilər, Ümmü Əbihə. Nəql olunur ki, Həzrət Məhəmməd Peyğəmbər Kəbə evin kənarında namaz qılırmış, Əbu Cəhil bir neçə müşriklə kənardaymış və yaxınlıqda dəvə kəsiblərmiş, dəvə leşi varmış. Deyir ki, ətrafındakilərə bunun bağırsağını aparın səcdə halında Məhəmmədin boynuna qoyun. Allahın Rəsulu səcdəyə gedəndə gətirib biri dəvənin bağırsağını qoyur Həzrət Məhəmmədin boynuna. Fatimə Zəhra görür bunu, çox narahat olur, ağlayır. Və onlara deməli bu işlərində danlayır, narahatçılığını bildirir. Həzrət Məhəmməd Peyğəmbər də səcdədən qalxır, namazını bitirəndən sonra da onlara müşriklərə nifrini bildirir. Ühud döyüşündən qayıdarkən bir gün Həzrət Məhəmməd Peyğəmbər bilir ki, Ühud döyüşü müsəlmanların məğlubiyyəti ilə nəticələndi. Həzrət Peyğəmbərin yaralanmışdı, üzü, gözü toza batmışdı. Xanım Fatimə Zəhra gəlir, onun üzünün, gözünün tozunu silir. Qan axması vardı, nə qədər qan sarıyırsa Həzrət Əli o qan axması kəsmir, o qanın yerinə deməli kül yandırıb qoyurlar. Bu cür xanım Fatimə Zəhranın atası Məhəmməd Peyğəmbərə qarşı məhəbbəti vardı. Eyni zamanda bayaq vurğuladığım kimi Həzrət Məhəmməd Peyğəmbərin də övladına qarşı böyük sevgisi, məhəbbəti vardı. Nəql olunur ki, Həzrət Məhəmməd Peyğəmbər səfərlərə gedərkən ən sonuncu görüşdüyü Həzrəti xanım Fatimə Zəhra olardı. Ən sonda onunla görüşərdi, gedərdi müharibələrə, səfərlərə. Qayıdıb gələndə də ilk görüşdüyü xanım olardı. Həzrət Məhəmməd Peyğəmbər gedərdi məscidə, birinci müharibələrdən qayıdanda gedərdi məscidə, namaz qılardı, bu onun adəti idi. Sonra xanım Fatimə Zəhra ilə görüşərdi. Xanım onun yanına gələndə Həzrət Məhəmməd Peyğəmbər durardı ayağa, xanımın əlindən öpərdi. Görün, xanımın əlindən kim öpür? Allahın Rəsulu, sevimli Peyğəmbəri, Muhammed Mustafa, Xatəmül Ənbiya xanımın ayağına qalxır. Görmüşük ki, valideyn gələndə övlad qalxar. Burada
Təbii ki, xanım Fatimə Zəhra atası gələndə ayağa qalxardı bir övlad kimi. Amma eyni zamanda xanım gələndə atası Həzrət Məhəmməd Peyğəmbər olmağına baxmayaraq ayağa qalxardı. Ondan böyük olmağına baxmayaraq ayağa qalxardı. Ona öz yerini verərdi, əlini öpərdi. Xanım Fatimə Zəhraya qarşı olan sevgisi sonsuz idi. Bu barədə Ayşədən də nəqllər var. Ümmü Sələmədən də bir çox rəvayətlər var ki, həddindən artıq xanım Fatimə Zəhranı sevib oxşayardı. Bu bir növ xanım Fatimə Zəhraya qarşı olan bu məhəbbətini biruzə vermək Allahın Rəsulunun ümmətinə göstərişi idi. Axı Həzrət Rəsulullah bilirdi. Məna aləmindən onun xəbəri vardı ki, özündən sonra onun əhl-i beytinə çox zülmlər olacaq və etməyim bunu sanki demək istəyirdi. Övladıma zərər eləməyin, incitməyin övladımı. Mən onun əllərindən öpürəm, onun ağlamağına dözə bilmərəm, onu incitməyinə dözə bilmərəm. Sanki bunu demək istəyirdi Həzrəti Peyğəmbər salavatullah. Və elə demişdi də. Həzrət Peyğəmbər salavatullahdan var ki, Fatiməni incidən məni incidib. Xanım Fatimənin xoşhal edən məni xoşhal edib. Fatiməni sevindirən məni sevindirib. Peyğəmbərin sevinci, Peyğəmbərin qəzəbi də Allahın sevinci, Allahın qəzəbidir. Peyğəmbərin şəhadətindən sonra xanımın başına gələn zülmləri ətraf olsun belə. Yəni insan öz naqis düşüncələrinlə belə düşünəndə dərk edə bilmir ki, yəni nə qədər ola bilər ki, Peyğəmbər hər kəsin gözü önündə xanım Zəhranı görsə də, ona nə cür hörmət olunduğunun necə etmək lazımdır deyər. Amma Peyğəmbərin şəhadətindən bir neçə gün sonra baş verən hadisələr sanki biz Peyğəmbəri nə tanımırıq, nə də Peyğəmbərin göstərdiklərinə əməl etmirik demək idi. Buyurun. Çox ağrıdıcıdır o anları xatırlamaq. Xanım Fatimə Zəhranı, Həzrət Məhəmməd Peyğəmbər əhl-i beytinin başına gələn hadisələri düşünmək belə ağrıdıcıdır. Çünki Peyğəmbəri sevən, necə olar ki, sən Peyğəmbəri sevərsən, onun əhl-i beytini sevmərsən, yəni. Axı Həzrət Rəsullahın özündən də hədis var bu barədə ki, əgər bir kəs iddia edirsə ki, məni sevir, amma özünü məndən çox sevir, o deməli məni sevmir. Əgər bir kəs iddia eləyirsə ki, mənim əhl-i beytimi sevir, amma öz əhl-i beytini mənim əhl-i beytimdən çox sevirsə, deməli yalan deyir o. Biz nətər olar ki, biz Peyğəmbəri sevərik, buna iddialıyıq. Canımızın bir parəsi hesab eləyərik. Peyğəmbər salavatullah necə ifadə eləyim? Ona olan sevgini, məhəbbəti dilə gətirmək mümkün deyil. Necə ki, o deyir ki, Fatimə mənim canımın bir parəsidir. Həzrət Rəsulullah da bizim bir parəmizdir. Biz canımızın içidir, necə deyim? Gül qolxul Peyğəmbər kimi deyirlər də, onu o cür çatdırırlar. Allahın Rəsulu bizi gözəlliyə çatdırdı o. Bizə kamilliyi yolun göstərdi. Bizə yaşamağın necə olduğunu bizə gətirib göstərən oydu. Vəhy məhz ona nazil oldu. Allahın mələkləri ona məhz nazil olurdu. Cəbrail məhz onunla söhbət eləmişdi. Və necə ola bilər ki, o sevdiyimiz Rəsulun qızını biz sevməyək? Necə olar ki, Peyğəmbər ailəsində, vəhy evində dünyaya gələn xanım bəyənilməyən bir xanım olsun, nəsə bir səhv eləsin, nəsə bir xoşa gəlməyən iş görsün. Onun yaradılışı barədə biz bir rəvayət dedik. Onun nuru aləm yaranmamışdan əvvəl yaranmışdı. Onun nuru ilə kainat işıqlandı. Bizə hidayəti göstərən, bilmədiklərimizi Həzrət Rəsullahdan örgədən, ta Peyğəmbərdən sonra, ta qiyamətə qədər hidayət imamlarının anasıdır Həzrət xanım Fatimə Zəhra. Necə onu sevməyək? Xanım Fatimə Zəhra atası Peyğəmbərin o dünyadan gedişinə dözə bilmirdi. Atası idi, çox sevirdi onu, əziz idi. Axı anasını tez itirmişdi xanım Fatimə Zəhra. Meylini, bütün sevgisini Peyğəmbərimizə salmışdı. Peyğəmbər dünyasını dəyişəndə Allahın salımı olsun ona, xanım Fatimə Zəhra hələ cavan idi, 18 yaşı vardı. Az yaşadı atası ilə, atasını az gördü. Ona görə də atasının dünyadan getməyinə dözə bilmirdi və üstə gəl olsun,
Allahın Rəsulunun dünyadan gedişindən sonra o ailəyə gələn zülm xanım Fatimə Zəhraya çox ağırlıq elədi. Xanım Zəhra tənha qaldı Həzrət Əli ilə bərabər. Əhl-i Beyt ailəsinin tənha günləri, əziyyətli günləri, qəmli günləri başladı. Kəmalə xanım, vurğulamaq olar ki, şəhadətə gedən yolda xanım Zəhra səlamullah əleyha necə oldu tənha qaldı? Çox tənha idi, çox narahat idi xanım Fatimə Zəhra. Salamını almırdılar onların. Bir gün gəlir Həzrət Rəsul Əli əleyhissalama deyir ki, ya Əli, mənə heç kim salam vermir Mədinədə. Həzrət Əli əleyhissalam deyir, ya Fatimə, heç mənim salamımı almırlar ki. Görün necə üzü dönük oldu Mədinə cəmaatı. Çox üzü dönük oldu. Qorxudan edirdilər hamısı. Bunlar hamısı dövrün xəlifələrindən və o növbə ilə gələn xəlifələrin, ilk xəlifədən tutmuş sonraki xəlifələrin qorxusundan və o ab-havadan idi ki, o aliyə qarşı olan mehri, məhəbbəti tez gedib çatdırırdılar. Hər nə olurdusa, xəbərlər gedib çatırdı məlum yerlərə. Və Həzrət Əli əleyhissalamın canişin haqqından kəsilməsi, Fədək torpağının, Fədək bağının, atasının ona hədiyyə elədiyi Fədək bağının xanım Fatimə Zəhranın əlindən alınması üst-üstə xanım Fatimə Zəhraya çox əziyyət oldu. Və o ki deyirdi ki, Həzrət Rəsulullah, qızım Fatimə mənim qəlbimin bir parçasıdır, qəlbimin bir parəsidir. Həzrət Rəsulullahın qəlbinin bir parəsi tənha qaldı. Tənha qaldı. Və xanım Fatimə Zəhranla bağlı bir çox şübhələr var, onu deyim. O tənha qalan xanım Fatimə Zəhra ilə bağlı ki, o günlərdə ki, xanıma çox zülmlər oldu. Xanım qapının arxasında qaldı, sinəsinə mismar batdı. Bətində olan Möhsün adında uşağı sikt olundu və şəhadətə qədər əziyyətlər çəkdi. Qabırğası sındı və bu hadisənin özü kölgə altına alınır, pərdələnir. Ümumilikdə xanım haqqında bir çox şübhə doğuran məsələlər var müxalif məzhəblərdən ki, belə bir hadisə olmayıb. Kərbala hadisəsi barədə tarixdə var. Həm Əhl-i Şiə mənbələri, Əhl-i Sünnə mənbələri, ənənəvi mənbələr və tarix boyu bu hadisələr qeyd olunubdur. Yanaşmalar da var. Biz Məhrəm ayında bu yanaşmalara müəyyən qədər toxunmuşuq. Amma xanım Fatimə Zəhranın müsibətli günləri ilə bağlı bir çoxları bu hadisəni yalan hesab edir. Ola bilməz ki, sahabələr bu işi görsün. Yəni, sahabələr pakdır. Sahabələr toxunulmazdır. Onlar Peyğəmbər ailəsinə qarşı, Peyğəmbər qızına qarşı belə iş görməzlər. Xanımın nə qapısı vardı, nə qapısı yandırılıb, nə xanım qapı arxasında qalıbdır. Yaxşı, əgər xanım qapı arxasında qalmayıbsa, xanımın qapısı yandırılmayıbsa, bəs xanım atasından sonra niyə belə qısa müddətdə dünyasını dəyişdi? Tarixdə olmayıbdır. Heç bir mənbədə ki, xanımın atası ilə bərabər yaşadığı günlərdə hansısa xəstəlikdən əziyyət çəkdiyi qeyd olunsun. Xanım sapasağlam bir xanım idi. İşlə idi. Bütün ev işlərini o görürdü. Eyni zamanda ətrafda müsəlmanların sorğu-suallarına, xanımların sorğu-suallarına cavab verirdi. Bütün o barədə, xanımları elmləndirmək barədə işi Həzrət Peyğəmbər Salavatullah xanım Fatimə Zəhraya tapşırmışdı. Mədinə cəmaatı, Mədinə xanımları gəlirdi, nə sorğu-sualları vardı, xanıma verirdilər. Xanım da onlara cavabını verdi. Çox elmli idi Fatimə Zəhra. Pərverdigar onu elmli yaratmışdı. O həm imanda, həm də elmidə önündə gedənlərdən idi. Onlarda elmi, Əhl-i Beytdə olan elmlərdə o idi də? Yəni ki, onlarda əvvəlcədən olan bir elm idi. Yəni sonradan qazanılmış elm deyildi. Elmdə önündə gedirdilər, məsum idilər və Quran ayələri də bunu onların məsumluğu barədə məlumatlar veribdir. Deməli, biz bildik ki, bunlar öndə gedənlərdilər. Və xanım Fatimə Zəhra haqqında
heç bir mənbədə, yenə də təkrar deyirəm ki, gəlmədi ki, xanım xəstə olsun. Və sağlam idi xanım. Və necə oldu ki, Həzrət Məhəmməd Peyğəmbərin dünyasını dəyişdiyi və rəvayətlər var, burada qeyd edirəm, 3 rəvayət var. Həzrət Məhəmməd Peyğəmbərin dünyaya göz yumduğu andan, vaxtdan, zamandan bir 40 gün keçmiş, bir 75, bir 95 gün keçmiş, xanımın şəhadəti var. 3 rəvayət. Hər halda ən yaxını 40, ən uzağı 95-dir. Düzdürmü? Necə ola bilər ki, sağlam olan insan bu qədər sürətli vaxtda dünyasını dəyişsin? Xanım qəfləti ölüm keçirtmədi, sağlam idi. Xanım hər zaman işləyirdi, çalışırdı ki, indiki dövrlər deyildi ki bizim, indiki zamanda. Bəli, hər şey təbii idi. O zaman dəvə südündən qidalanırdılar, xurmətindən. Özdə o zaman müsəlmanların həyat şəraiti çətin idi. Müəyyən qədər qida ilə qidalanırdılar, saf, təmiz qida ilə qidalanırdılar və xanım bir yerdə oturan xanım deyildi. Və həmin dövrdə Mədinədə bir yolxucu xəstəlik yayılmamışdı ki, deyək ki, xanım yolxucu xəstəliyə, infeksiyon xəstəliyə yolxumuşdu və bu xəstəlikdən ölüb. Dünyasını dəyişib, belə deyək. Yəni, yolxumuşdusa heç təcrid olunmağı da yox idi. Deməli, xanım sağlam idi. Və yaxşı, sağlam olan xanım ola da bilməzdi ki, atasının dünyadan getməyi ilə, atasının şəhadəti ilə bağlı qısa bir müddətə dünyasını dəyişsin. Axı, xanım dedik ki, yüksək mənsəb sahibi idi, yəni yüksək məqam sahibidir. Səbri vardı xanımın, itayəti, ibadəti vardı. Allah onu səbir də onunda yaratmışdı. Ən yüksək fəzilətləri vardı. O məhzunluq keçirdi atasının dünyasını dəyişməyi ilə bağlı. Darıxırdı atasını görmək üçün. Amma ölümə qədər aparacaq qədər o haləti keçirtmədi. Deməli, xanıma zülümlər olubdur, əziyyətlər olubdur və bu əziyyətlərlə bağlı da mənbələr məlumat verir. Və xanım o zaman hamilə idi. Möhsin adında körpəyə ki, uşağın sağlığında, Həzrət Məhəmməd Peyğəmbər sağlığında körpəyə ad qoymuşdu. Və xanım Fatimə Zəhra nəql olunur ki, 5 aylıq müddətində idi. Qapının arasında qalanda uşaqda siqt olundu. Qabırğası sındı. Qabırğası, insanın qabırğası sınanda, tibbi dildə buna pnevmotoraks deyirlər. Qabırğa yerindən oynamağının nəticəsində, zərərlərdən təngi nəfəslik yarana bilər. Xanım deməli təngi nəfəs olubdur. Ağrı verir, sınıq ağrı verir axı. Ağrı verə bilər və xanım çətinliklə danışar, əziyyət çəkər hərəkətində. Xanım yatırdı. Amma bununla bərabər haqqını tələb eləmək üçün xanımın məscidə getməyi olubdur. O zəif halında gedib məsciddə tələb eləyibdi dövrün xəlifəsindən və onun ətrafındakı o sahabələrdən. O halında belə xanım, bəlağətli xanımın xütbəsi var, nitqi var. Görün, hansı gücə malik olub bu xanım. Gör, bizə Pərverdigar hansı gücdə, hansı fəzilətdə bir insanı bizə örnək veribdir ki, insanlar, Peyğəmbər ümməti onun layiqincə qədrini bilmədi. Xanım Fatimə Zəhra deməli, dedi ki, körpə siqt olundu. Demək, bu körpə siqt olunsa, uşaq onun bətnindən düşdü. Bətnindən düşmüşdüsə də, o zaman tibb elmi inkişaf eləməmişdi. Xanımın bətnində o körpənin siqtindən dolayı cift deyilən bağ var ki, xanımın bətnində qalıbdır. Və həmin o ki, yarımçıq düşürməklə dolayı xanımın bədənində ola bilsin ki, deməli, həmin ciftin bir parçasından xanımın qanına zəhərlənmə veribdir. Buna tibb elmində sepsis deyirlər. Və xanımı üzən, əziyyətə salan həmin zəhərin təsiri olubdur. Həm qabırğasının ağrısı, həm qabırğanın sınığından təngi nəfəsliyi, nəfəs alıb verməyə çətinləşir və eyni zamanda bətnindən uşağının düşməyi ki, uşağın düşməyi də çox çətinlik yaradır. Eyni zamanda atasından sonra başlarına gələn hadisələr və xanım sonraki dövrdə
yatağa düşür. Yataqda çox əziyyət çəkir. Xanım bətni saralmışdı. Nəql olunur ki, Həzrət Məhəmməd Peyğəmbərdən qiyamət günü xanım, qızım Fatimə yaralı halda gələcək. Qolu yaralı, biləyi yaralı halda gələcək və haqqını istəyəcək. Nəql olmuş rəvayətlər var ki, qiyamətdə möhsün gələcək, qatildən intiqamı istəyəcək. Qunfuz, ki Allahın lənəti olsun ona, xanıma əl qaldıranlardan idi, xanımın qapısını itələyən. Məhz onun zərbəsi ilə xanım qapının arasında qaldı. Və ona kömək edənlər qamçılanacaq. Elə bir qamçı ki, elə bir odlu qamçı ilə qamçılanacaq ki, o qamçı dünyanın sularına salınanda o sular qaynayacaq. Elə bir oddur. Və xanıma zülm eləyənlər Səqər adlı yerdə, cəhənnəmin Səqər adında yeri var, hissəsi var ki, orada saxlanılacaq. Daim o qamçı vurulacaq, bunlar o qamçıdan yanacaq, bir də gələcək, bir də yanacaq. O cür qamçı ki, o cür od ki, hara vursan onu yandırıb, yaxacaq. Allah onların cəzasını verəcək. Xanım Fatimə Zəhra onu sevənlərə, onun aşiqlərinə qiyamətdə şəfaətçi olacaq. Xanım Zəhra, Allah Rasulundan hədisi var ki, Xanım Zəhra məhşərə gələndə Pərverdigar deyəcək, ya Fatimə istə, nə istəyirsən istə. Xanım deyəcək ki, ya Allah, mən şiələrimi və məni sevənlərimi istəyirəm. Onların şəfaətini istəyirəm. Pərverdigar deyəcək, nə istəyirsən verdim. Xanım Zəhra qiyamətə əlində İmam Hüseyin əleyhissalama toxuduğu qanlı köynəyi ilə gələcək. İmam Hüseyin əleyhissalama zülm eləyənlərə intiqamı istəyəcək. Xanım Zəhranın hələ çox sözü söhbəti olacaq. İnşallah məhşər günü ki, Allah Taala bizlər də o məqamı nəsib eləsin ki, Xanım Zəhra Səlamullah əleyhanın şəfaətinə nail olaq. İnşallah. Amma Kəmalə xanım, bu günlərdə tək və məzlum, ağlayan, qan ağlayan bir ağamız var, bir mövlamız var, dövrümüzün imamı var. Bilirəm, bəzi rəvayətlər də nəql olunur onun haqqında ki, anası Zəhraya necə matəm saxlayar, necə ağlayar. İstərdik ki, məhz verilişimizin sonunda bu haqda bizə təbərrükən balaca da olsa danışardınız. Allahın salamı olsun sonuncu imamımıza. İnşallah Pərverdigara bizə onun müntəzirlərindən qərar versin. Onu gözləyənlərdən qərar versin. O özü də istəyir ki, biz onu gözləyək, biz onu çağıraq. İmamımızın özünün qəmli günləridir. Ona da sizə, sizin simanızda İmam Zaman Qaim, imamımız İmam Zaman Ağaya təsliyyət ərz edirik. Və imamımız Xanım Fatimə Zəhraya şəhadəti günlərində ona əza saxlayanları görür. Bəli, onlar üçün dualar edir. Onların istəyi də budur ki, onlar üçün ağlayaq. Bu tarixi unutmayaq. Xanım Fatimə Zəhranın şəhadəti ilə bağlı artıq Peyğəmbər ailəsinə gələn böyük zülmlər başlayır. Və bu zülmlər ta gəlib qiyamətə qədər, İmam Zaman Ağanın zuhuruna qədər baş tutacaq. Ta onun övladlarına Kövsər ki dedik, biz sənə Kövsər əta elədik. Kövsər, Xanım Fatimə Zəhrayın dünyaya gəlişi və onun övladlarının, nəslindən gələn övladların ta qiyamətə qədər davam eləməsi və onların sevənlərini hər zaman Peyğəmbər ailəsi təcavüzə məruz qalıbdır. Məsum imamlarımızın qətli, məsum imamlarımızın sevənlərin qətli və ta indi bugünkü günlərdə, ta dünyanın hansı nöqtəsində olursa olsun, onların sevənlərin hər zaman təcavüzlərə məruz qalıbdır. Və bunun bir çıxış yolu var ki, ancaq sonuncu imamımızı gözləməkdir. İmamımız deyir, gedər, Xanım Fatimə Zəhranın qəbri üstündə ki, onlara ayandır, Xanım Fatimə Zəhranın gizli qəbri, başını qoyar, ağlayar, deyir, ey ana, məni gözləmirlər heç.
Məni heç gözləmirlər. Yəni biz hələ gərək nə qədər çağıraq, nə qədər istəyək dualarda və onun gəlişinə hazır olaq. İman cəhətdən, elmi cəhətdən onun gəlişinə hazır olaq inşallah ki, Pərverdigara bizi nümunəvi insanlar, Quran-ı Kərimi bizə vəhy toplusu olaraq göndərdi. Peyğəmbər onu çatdırdı. Eyni zamanda Əhl-i Beyt müqəddəslərini də bir nümunə olaraq göndərdi ki, çətinlik çəkməyək. Və xanımlar üçün də nümunə olan xanım Fatimə-i Zəhranı Pərverdigar bizə verdi. Və xanımın çəkdiyi hissləri, əziyyətləri, Əhl-i Beytin çəkdiyi hisslər, əziyyətləri başa düşmək üçün yalnız gərək o insan əziyyət çəkir həyatda. Tənha qalasan, əziyyət çəkirsən ki, görəsən ki, onlar necə əziyyət çəkir. Bəli, Kəmalə xanım, əlbəttə bizlər də gərək dövrümüzün imamının xidmətində olaq. Onun zühurunun təcili üçün əlimizdən hər nə gəlirsə xidmətlər edək. Tək kifayətlənməyək ki, biz bugün əza saxlayırıq. Bəli, əza saxladığımız bir vaxtda, əgər biz deyiriksə əza saxlayırıq, bəzən sosial şəbəkələrdə görür ki, çox açıq-aşkar şəkildə, belə deyək də, şadlıqlar qeyd edənlər var. Əlbəttə ki, heç kəsə irad bildirmək də olmur. Sadəcə olaraq tək onu deyə bilərik ki, ən azından bu şəhadət günlərində öz şad günlərimizi məhz Peyğəmbər sallallahu aleyhi və səlləmin söylədiyi kimi canının parəsinə xatir biz də Peyğəmbər kimi qəm ağlayaq. Biz də ona xatir, onun Nazərin qızına, o Kövsər şəninə əta olunmuş, Kövsər şəninə nazil olunmuş Xanım Zəhra Səlamullahi Aleyhanın şəhadət günlərinin hörmətini saxlayaq və əlbəttə ki, dövrümüzün imamına təsliyyəti bax bu cürə ərz edək. Bir məsələn, bax bu məsələn toxundunuz, çox gözəl yerinə düşdü. Bax mən də bir məqamı artırmaq istəyirəm ki, izninizlə, əgər vaxtınız varsa, İmam Hüseyn əleyhissalam, xanım Zeynəb, Kərbəla qəhrəmanları və Həzrət Əli əleyhissalamdan hədis var. Biz bilirik ki, baxır İmam Hüseynə, deyir, ya Hüseyn, səni, deyir, ey möminin göz yaşı, elə deyir, ey möminlərin göz yaşı. Hüseyn əleyhissalam deyir, ey atay mehriban, niyə belə dedin? Deyir, ya Hüseyn, ey oğlum, səni möminlər göz yaşı ilə xatırlayar. Və biz Hüseyn əleyhissalamı xatırlayanda göz yaşı ilə xatırlayır. Hətta Mövludunda belə istər-istəməz göz yaşı. Çünki qəm qəhrəmanıdır. Çünki onun başına gətirilənlər tarixdə görünməmiş bir işdir. Xanım Zeynəblə bağlı. Və bir sıra toy məclislərində, dini mərasimlərdə, xüsusən toy məclislərində İmam Hüseynlə bağlı o oynaq havalar çalmaq heç yerinə düşmür. Bəzən görürsən ki, bəli, adamın, insanın qəlbinə ağrı gətirir. Bir dənə o qalır ki, az qala əli götürüb oynasınlar. Dinin haram buyurduğunu halal şəkildə insanlara yansıdırlar. Bax, qeyd elədim, Hüseyn əleyhissalam biz ağrı ilə xatırlayırıq, qəmlə. O bizim çalın-çarpaz, sinəmizin çalın-çarpaz bir dağıdır. Necə biz ya Hüseyn deyib əl çalarıq, oynamaq dərəcəsinə gələrik. Ya Kərbala deyərik. Kərbala qəm yeridir, qəm torpağıdır. Mən çox bu barədə danışmaq istəmirəm. Hər halda müəyyən işarələr verdim. İnşallah ki, bu deməli bəyənilməyən məsələlərdə götürürlər. Əhl-i Beyt ardıcılları, Əhl-i Beyti sevənlər ona layiq olarlar. Xanım Fatimə-i Zəhraya, Həzrət Əliyə. Buyurun, bir də onu vurğulamaq istəyərdik ki, bəzən o şəraiti biz özümüz yaradırıq. Onu da altını xət çəkə-çəkə deyirik ki, bəzən o şəraiti biz özümüz yaradırıq. Çünki o şansı sanki biz qarşı tərəfə veririk ki, bəli, bizim belə deyək də toy günümüzdə siz gəlin elə bir şad yanalıqla. Niyə? Nəhyəz münkər bizdə zəifdir. Əmrimiz zəifdir ki, bu da Fürdünün məsələlərindəndir. Bu məsələyə biz diqqət eləmək. İmam Hüseyn əleyhissalamın Aşura məktəbinin dərslərindəndir nəhyəz münkər, əmr bi məruf. Biz bunu unutmamalıyıq. Xanım Fatimə Zəhra özü nəhy elədi, əmr elədi.
yaxşı işlərə dəvət elədi. Uşaq yaşından belə, atasının başına bağırsaq tökən vaxtlardan belə xanım Fatimə Zəhra əmr elədi. Xanım Fatimə Zəhra heç zaman nəyi, əmri tərk eləmədi. Və biz o xanıma layiq olmalıyıq hər bir zaman ki, inşallah Pərverdigara bizə nəsib eləsin onu. İnşallah. Çox sağ olun. Həqiqətən də Kəmalə xanım, sizinlə həm söhbət olmaq, bu mövzunu danışmaq bizə çox qəlbimizə aramlıq gətirdi. İnşallah əcrivizi, mükafatınızı dövrümüzün imamından alasınız. Mən təşəkkür edirəm mənə bu fürsəti verdiyiniz üçün. Xanım Fatimə Zəhra əzadarlarına bir daha təsliyyət ərz edirəm sizin üçün də. Pərverdigar sizi bu yolda uzaq gedənlərdən qərar versin. İşlərinizə xeyir, bərəkətlər nəsib eləsin. Bütün Könül TV-nin təşkilatçılarına, aparıcılarına, o kamera arxasından görünməyənlərə belə ki, onların zəhməti də sizinlə bahəm. Pərverdigar inşallah ki, sizin əzrinizi verəcək. Qiyamət günü xanım Fatimə Zəhra ilə inşallah məşhur eləsin. Peyğəmbər Əhl-i Beyti ilə məşhur eləsin. Quranla məşhur eləsin inşallah. Və Quranla, Peyğəmbər əxlaqı ilə, Əhl-i Beyt əxlaqı ilə sizləri, bizləri zinətləndirsin inşallah. Çox sağ olun. Bəli, əziz izləyicilər, bugün mövzumuz xanım Zəhra oldu. Amma mövzunun bir hissəsində biz xanım Zəhra Salamullahi Aleyhanın şəhadətə gedən yolda tənhalığından da danışdıq. O tənha ki, atasından sonra şəhadətə yetirdilər. Amma bizim dövrümüzün də bir tənhası var. Dövrümüzün məzlumu var, imamı var. Bizim dövrümüzün 12-ci imamı, İmam-ı Zaman Əccalallahu Fərəcəhum şərifimiz var. Amma nədənsə onun bu qəmli günlərində bəzən onlara, məsələ ağamızın özünə biz özümüz qəm gətiririk. Çalışaq, heç olmaya. Məhz bu günlərdə xanım Zəhra Salamullahi Aleyhanın şəhadət günlərində ağanın qəminə qəm gətirməyək. Beləliklə, kamil hicabların tam ünvanını sizə deyirik. Mələyim, uşaq, qadın hicab geyimlərinin sponsorluğu ilə siz İslami dəyərlər verilişinə baxdınız. Sağ olun, salamat qalın. Əgər siz də özünüzə və övladınıza hicab geyimləri axtarırsınızsa, onda Modeliyer Cavadova Lamiyə aid olan Mələyim uşaq qadın hicab geyimlərinə müraciət edin. Yüksək keyfiyyətlə ən əsası kamilliyə üstünlük verilərək hazırlanan bu geyimlərdən siz də yararlanın.